Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində havanın kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Martın 4-ü günün ikinci yarısı Azərbaycanın şimal-qərb rayonlarından başlayaraq 5-i gündüzə qədər havanın yağıntılı olacağı, dağlıq rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Martın 4-ü gündüzdən 5 səhərə qədər Bakıda və Abşeronda eyni zamanda bir çox rayonlarda güclü külək əsəcək ki, bununla bağlı da sarı xəbərdarlıq verilib. Qeyd olunub ki, Bakıda və Abşeronda eyni zamanda Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 20 metrə qədər güclənəcək. Nazirlik qeyri-sabit havada əhaliyə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Ciddi təhlükə olduqda 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.